mən özümü tövsiyə verə biləcək bir səlahiyyətdə görmürəm. Mən sadəcə özümdən yaşca ola bilər, təhsilci ola bilər, belə deyim də, müəyyən mərhələ aşağı olan insanlara deyə bilərəm ki, çalışın həmişə elmin aliliyinə inanın. Daha çox həmişə sorğulayın. Fəlsəfəni sevin. Fəlsəfə oxuyun. Fəlsəfə ilə maraqlanın. Çünki fəlsəfə bizim gələcəyimizin formalaşmasında çox ciddi rol oynayacaq. Məsələn, istəyərdim ki, insanlar Kantın əxlaq nəzəriyyəsini bilsinlər. Məsələn, istəyərdim ki, insanlar Freydin psixoanaliz nəzəriyyəsini bilsinlər. İstəyərdim ki, yəni Nietzsche-ni oxusunlar. Nietzsche Tanrı öldü deyəndə nəyi nəzərdə tuturdu? Bunu hamı bilsin. Mən elə bilirəm ki, bununla bütün cəmiyyət düzələr. Bütün cəmiyyətin yaraları sağlar. Və alim də alim olar, mütəxəssis də mütəxəssis olar, nə bilim, həkimi də həm əqidəli, əxlaqlı, savadlı həkim olar, nə bilim, müəllimi də, polisi də, o birisi də, bu birisi də, bütün cəmiyyətimiz. Yəni, məncə cəmiyyətimizin belə deyim də, formalaşmasında və gözəlləşməsinə tək səbəb, tək yol oxumaqdır. Və o oxumaqdan heç vaxt geri durmasınlar. Bugün fikirləşməsinlər ki, oxumaq bəzən onları, məsələn, ekonomik olaraq, iqtisadi olaraq, məsələn, həyatdan biraz geri sala bilər, biraz daha gec başlaya bilərsiniz həyata filan. Amma o iqtisadi vəziyyətlər həmişə düzələndir. Pul, maddiyyat, nə bilim, bu kimi problemlər həmişə düzəlir. Amma insan savadsızsa həmişə savadsız qalır. Yəni o savadını vaxtında almırsa, əgər özünü inkişaf elətdirmirsə, o həmişə elə qalır. Və biz bu cəmiyyətdə məsələn maksimum 70 il, 80 il, həddi Lerikin dağlarında yaşasaydım bəlkə 100 il yaşayardım. Amma o 100 ildən sonraki ölüb gedəcəyik. Ətrafda sadəcə yəni cismimiz onsuz da yoxa çıxır. Fikirlərimiz qalacaq, izlədiyimiz yol qalacaq, fikirlərimiz qalacaq ki, o fikirlər gələcəyə işıq tuta bilər. Və tövsiyə eləyərdim ki, hardasa və arzulayardım bunu ki, bütün insanların gələcək üçün belə deyim də, saxlaya biləcəyi bir fikirləri olsun. O insanlar ki, onun yolunu izləsinlər. Çünki biz gələcək nəsilləri ancaq belə öz arxamızca daha yaxşı istiqamətdə apara bilərik.